Günümüz necə keçir heç hiss eləmirik. Otağımızda demək olar heç olmuruq. Bir dənə yəni üstümüzü dəyişib çıxırıq ki, hə yeni bir şey var. Bugün bax qutab bişirildi. Öz əlimizlə, öz əməyimizlə özümüz yaydıq, özümüz bişirdik. O qədər gözəl təəssürat bağışladı. Yumurta bəzədik, hər öz əl işini göstərdi. Rəsm çəkdik. Rəsm çəkmək ondan da maraqlı idi. Bizim necə o qədər gün maraqlı keçir ki, gün necə bitir bilmirik. Hamı yığışıb elə bil ocağın başına, ailəyə görüşməyə ki, bayramı burada sırf keçirmək üçün də o qədər fərqli bir duyğulardır. Nağıl dünyası, mən belə deyərdim. Buranın adı indi təhsildir, amma bir nağıl dünyası kimi bir yerdir həqiqətən də. Bir müəllim olaraq mən bununla qürur duyuram ki, belə bir şərait yaradıldı ki, mən gəldim burada iştirak elədim. Buna görə özümü çox xoşbəxt sayıram. Bu 32 ildə ən gözəl günlərimdən biridir. Çox sağ olun, çox var olun. Müəllimlər hər zaman zehni yorğun olur, amma biz gəldik burada həqiqətən də həm fiziki, həm də zehni yorğunluğumuzu atdıq. Təşəkkür edirəm bu şəraiti bizə yaradanlara. Evdə keçirmədiyimiz bayramı biz burada keçirdik. Daha da gözəl oldu bayramımız. Bir daha bayramımız mübarək olsun hər birinizin.